Bəziləri deyir ki, gəlirsən qəbirstanlıqda Yasin oxuyursan. Deyirsən, ay qardaş, ölüyə kim Yasin oxuyar? Yəni, ölüyə, ağılın başında olan adam gedib ölüyə Yasin oxuyur. Yasin nə deyəcəksən? Ölmüş adama deyəcəksən ki, namaz qıl, oruç tut, Allah. Bu öldü də. Yəni, Quran dirilər üçündür. Ölü üçün deyir ki, biz deyirik ya, ölüyə Quran oxumaq. O tamam ayrı mənadadır. Yəni, hamımız qəbul edirik ki, mən indi desəm ki, Bismillahirrahmanirrahim, var bir insan ki, qayısın düşün, sənin dediyin bu Quran ayəsi, Bismillahirrahmanirrahim, Quran ayəsidir. Onun bir savabı yoxdur. Var elə bir müsəlman ki, düşün. İndi mən deyirəm ki, mən bu savabı adamın ruhuna göndərim. Sonra mən ölmüş adama demirəm, Bismillahirrahmanirrahim, de Allahın adıyla. Yox. Mən deyirəm ki, qardaşlar, Rəhman və Rəhim Allahın adıyla savab qazandıq. İndi deyirəm, qardaşlar, icazə verirsən, bunun savabını göndərir. Əgər deyirsən, yox, onda biz namazda nə deyirik? Allahümmə salli ala Muhammedin və ali Muhammed. Allahın salavatı olsun. Salavat nədir? Biz deyəndə ki, cəmaat salavat deyin. Hamı deyir, Allahümmə salli ala Muhammedin və ali Muhammed. İndi mən deyirəm ki, Allahın salavatı olsun Peyğəmbərə və Əhl-i Beytinə. İndi nə deməkdir? Allah Teala deyəcək, Allahümmə salli ala Muhammedin və ali. Yox. Allah üçün salavat xüsusi xeyir, rəhmətdir. Deməli, mən namazda salavat deyirəm, ha. Nə deyirəm? Yəni, ilahi, sən bu kəslərə öz xüsusi xeyri ver. Və yaxud da hansı bir namazda kim Əssəlamu əleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkatuhu bütün müsəlmanlar deyir. Ne deyirlər? Peyğəmbər eşidir, deyirlər. Peyğəmbər ölməyib, yəni. Kimə deyirlər salam olsun sənə ey Allahın rəsulu? Kimə deyirlər? Yo, deyirlər o bilirsən nədir? Yo, o xeyir duadır. Xeyir duadır, mən də Quran oxuyuram. Xeyir dua çatır ölmüş kəsə. Çatır, sən düşün ki, qiyamətdə çatacaq, indi çatmır. Razıyam. Mən də Quran oxuyuram, savabını göndərirəm. Əyb yox, haçan qiyamət olar, o savab deyib çatar ona. Sonra görürük ki, yox, ön fərziyələr var. Hansısa molla oturdu, bozbaşını orada belə yedi falan. Ay qardaş, bunlar elmi dəlillər dövrdür. Bunlar, hansısa kimsə Quran oxudu, 150 manat. Bu elmi dəlil deyil. Bunlar emosional dəlillərdir. Sənin hansısa molladan zəhlön gedir. Oturmuşsan bu məsələləri də salmışsan ortaya. Meyit üçün meyit namazı nədir? Meyit namazı qırılır. Meyitə onun nə faydası var ki, ölür? Meyidə nə faydası var? Elə bir müsəlman var ki, düşün ki, meyit namazı yoxdur. Quranda ayəsi var, onların qəbrinin kənarında deyil, amma Peyğəmbər. Onların qəbirlərinin kənarında durma və ona heç vaxt namaz qılma. Heç vaxt namaz qılma. Nə deməkdir bu? Heç vaxt namaz qılma kimə nə? Quran ayəsi deyil. Qəbrin kənarında durma nə deməkdir? Deməli, söhbət münafiqlərdən getmir. Yəni, məntiqin işlədən adam bilir ki, mömin kəsin qəbrin kənarında durmaq olar. Mömin kəs üçün namaz qılmaq olar. Sən buna dinən meyit namazıdır, dəxlisi yoxdur. Sən buna dinən ki, başqa namazıdır. Quran deyir, linuhyə bihi bəldətən meyta. Artıq ölmüş şəhəri diriltmək. İndi dursun, biri qayıdıb desin ki, yox, orada məcazi mənada deyir, şəhər ölür. Şəhər ölür, yəni. Hansı şəhər ölür? İndi qardaş, sən ölmüş şəhər deyəndə artıq bilirsən nə gedir. Yəni, məskunlaşma yoxdur orada, tənəzzül etmiş şəhərdir. Bu zahirən ölmüşdür. Bir var, batinən ölmüş. Böyüklər qayıdıb deyir ki, ay bala, at o zəhirmarı, eləmə günə, filan eləmə, beşman eləmə. O da içində deyir ki, çıx get də. Yəni, bu adam ölüb artıq. Heç bir nəsihət, heç bir böyük tanımır, heç bir müqəddəs tanımır, ana tanımır, bacı tanımır, nə qədər deyirlər. Deyirlər, ay bala, sən ölmüsən. Burada deyirsən, eşitdirə bilməzsən ölüyə. Bəs burada namaz qılma ona nə deməkdir? Qəbrin kənarında dayanma nə deməkdir? Paradoks deyil. Deməli, burada ölümdən məqsəd ayrı şeydir. Sənin yenə də deyirəm, molladan zəhlön gedə bilər. Hansı Hacı xanımdan zəhlön gedə bilər. Kimsə sənə atıb, kimsə aparıb ziyarətgahda sənin başıma oyun açıb, kimsə nə bilim, neyinib. Qəbuldur, mundarlıqdır, əclaflıqdır, amma bu demək deyir ki, gələsən ki, mən dindarlar min oyundan çıxır. Mən bilirəm ki, bunlar hamısı xurafatdır. Allah Quranda buyurur ki, İnnəkə məyyitun və innəhum məyyitun. Sən meyitsən, onlar da meyit. Əzizlər, Peyğəmbər meyitdir, meyidi Allah Teala deyir. Ayədir, sən meyitsən, onlar da meyitdir. Məyyit sözü bizim dildə də var da, başa düşür. İndi sual, deyir adama Allah Teala deyir, sən ölüsən.
Yoxsa deyirsən, yox, burada o sərf edəndə yozur, sərf etməyəndə yozmur. Neysə, sözüm bundadır ki, Allah Teala deyir, yəni sən də öləcəksən, onlar da öləcək. Yəni diri adama məyyit deməkdən məqsəd Quranın odur ki, sənin hələ əcəlin çatmayıb, amma sən öləcəksən. Ya Resulullah, sən öləcəksən, onlar qalacaq, yəni, onlar da öləcəklər.